Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Mən Əvəz müəllim. İnşallah bu videomuzda əvvəlki videolarımda paylaşdığım sualın cavabını izah etməyə çalışacağam. Deməli, fe'li bağlama cümlədə xəbər ola bilirmi? Bəli, əlbəttə ki, biz dərsliklərdə öyrənirik ki, fe'li bağlama cümlədə yalnız zərfli olur. Amma bunu da bilməliyik ki, Azərbaycan dili istisnasız deyildir və təbii ki, fe'li bağlama da istisna olaraq cümlədə xəbər ola bilir. Məsəl üçün, belə bir cümlə işlədək. Oyunun ən maraqlı yeri keçidə çatandadır. Burada çatanda təbii ki, fe'li bağlamadır. Yəni istər fe'li bağlama tərkibi olsun və ya özü olsun. Yəni keçidə çatandadır fe'li bağlama tərkibi cümlədə xəbər olmuşdur. Yəni xəbər fe'li bağlama tərkibi ilə ifadə olunub. Növbəti sual belə idi ki, fe'li sifət cümlədə kəmiyyət zərfli ola bilirmi? Bəli, fe'li sifət cümlədə kəmiyyət zərfli ola bilir. Əgər qoşma ilə işlənərsə, məsəl üçün, oxuduğum qədər bilirəm. Nə qədər bilirəm? Oxuduğum qədər. Bəli, burada da oxuduğum fe'li sifətdir və qoşma ilə birlikdə kəmiyyət zərfli olmuşdur. Diqqətiniz üçün təşəkkür edirəm, dəyərli izləyicilərimiz. Bəyəndinizsə, bəyənmə düyməsini də basmağı unutmayaq.